oğul dünyadan köçüb, kəndin cəmatı yaxın durmur deyib, bu fasıqı biz dəfn eləməyəcəyik. Bir nəfər yerdən götürmür. Meyit qalıb ortada, ana ağlayır, yalvarır ona buna, deyir, yox. Oğlun çox günahkardır, özümüzü murdarlaya bilmərik biz. Bu qalsın, çürüsün. Ana tək qalıb dərdi götürüb. Peyğəmbər yatır zamanəsinin peyğəmbəri, hansıdır bilmirəm. Bunu imamlar danışır bizə. Peyğəmbər yatır, Allah ona deyir yuxuda ki, get filan bəndən var, cənazəsi qalıb ortada, dəfn eləyən yoxdur. Get özün qüsul ver, kəfən elə, namazını qıl, apar salihlərin qəbristanında torpağa dəfn elə. Apar Allahın dostlarının qəbristanına, orada dəfn elə. Peyğəmbər yuxudan uyanır, yuxuda verilən nişanə ilə gəlir, o kəndi tapır, ananın evini tapır, deyir, mən Peyğəmbərəm, məni Allah göndərib oğlu dəfn eləməyə. Ana təəccüb içində baxır, Peyğəmbər yuyur, özü qüsl eləyir, kəfən eləyir, namazını qılır. Cəmaat görür, Peyğəmbər gəlib, hamısı gəlir təşhid cənazəsinə, əzəmətlə, hörmətlə aparırlar dəfn eləməyə. Peyğəmbər özü heyrət içində. Gəlir, deyir, ana mənə bu sirri aç, sənin oğlun nə salih əməl sahibidir. Ana bilmir ağlasın ya gülsün. Deyir, ey Allahın Peyğəmbəri, hansı salih əməldən danışırsan? Cənazəsi qalıb çürüyürdü, bu günahkar idi. Buna yaxın düşmürdülər. Ana, bəs nə oldu görəsən? Deyir, vallahi heç nə bilmirəm, ancaq onu bilirəm ki, axır saatlarında bunu deyirdi. Deyirdi, ya mən ləhud dünya vəl-axirə. İrhəm mən leysə ləhud dünya vəl-axirə. Deyirdi, ey dünyanın və axirətin sahibi, mənim heç nəyim yoxdur, nə dünyam var, nə axirətim. Rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti. Bu bir sözə bağışladı, vallah belə bağışlayır. Belə bağışlayır. Əleyhissalam deyir, ya sərihər rıza, ey tez razı olan, ey tez bağışlayan, ey tez bağışlayan.